Ötən il Azərbaycana xarici ölkələrdən 145 milyon 314,5 min dollar dəyərində 20.130,4 ton kərə yağı ixal olunub. Yanavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 7,2 dollar təşkil edib. Məlumat üçün qeyd edək ki, ən çox kərə yağı İrandan və Yeni Zelandiyadan, ən az kərə yağı isə Lüksemburq və İspaniyadan ixal olunub. Ötən il ixal edilən kərə yağı ən ucuz qiymətə Hindistandan, ən baha qiymətə isə Lüksemburqdan gətirilib. İdxal edilən kərə yağının ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri bu şəkildə olub.